Dünya səyahətçisi İspaniyalı Rafael de Mestre elektromobili ilə Azərbaycana gəlir. Martda marşrutun Amerika Birləşmiş Ştatları, Kanada və Çindən keçən hissələrini geridə qoyan səyahətçi Qazaxstana çatıb və buradakı səfərini başa vurub. Qeyd edək ki, Azərbaycanda 2024-cü il Yaşıl Dünya naminə həmrəylik ili elan edilib və Bakı BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyasına ev sahibliyi etməyə hazırlaşır. Bu hadisələr çərçivəsində dünya üzrə elektrik avtomobillər səfiri Rafael de Mestre'nin Azərbaycana gəlişi simvolik məna daşıyır. Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası təşkil etdiyi mətbuat konfransında Rafael de Mestre öz layihəsini təqdim edəcək və jurnalistlərin suallarını cavablandıracaq. Xatırladaq ki, İspaniyalı Rafael de Mestre'nin dünya miqyasında bir ekoloji tanıtım turu olan 80 gün layihəsi 2012-ci ildə elektrik avtomobili ilə dünya səyahətinə çıxdığı zamandan başlayıb. 2016-cı ildə 80 günlük səyahət layihəsinin Elduro adlanan ikinci hissəsi baş tutub. Bu il yenilənmiş bir marşrutla layihə davam etdirilir. Rafael de Mestre'nin müxtəlif ölkələrə səyahətinin məqsədi yerli təşkilatlar, jurnalistlər və elektromobil həvəskarları ilə qarşılıqlı əlaqə qurmaq, ekoloji nəqliyyat haqqında bilik mübadiləsi aparmaq və şarj infrastrukturunun inkişafını təşviq etməkdir.